Salamlar, bu dərsimizdə, bu videoda bölmə 4 ilə bağlı olan praktiki taskları sizə göstərəcəm. İlk taskımızda istifadəçidən siyahı alırsınız, ədədlər siyahısı və həmin siyahıdakı ədədlərin kvadratını hesablayan funksiya yazmalısınız. İkinci taskımızda isə istifadəçinin daxil etdiyi ədədlər siyahısından yalnızca tək olan ədədləri seçirsiniz və onları ikiyə vurub yeni bir list formasında qaytarırsınız. Üçüncü taskımızda isə istifadəçidən 2 ədəd alırsınız, bölmə əməliyyatı edirsiniz üzərində və alınan nəticəni ekrana yazdırırsınız. Burada hər hansısa bir error çıxarsa ya da problem olarsa, ona uyğun mesajı ekrana yazdırırsınız. Dördüncü taskımızda isə yenidən istifadəçidən ədədlər daxil etməsini istəyirsiniz. Əgər ədədlər yanlış daxil edilərsə, xətanı ekrana yazdırsınız ya da hər hansısa bir formada handle edirsiniz, yəni idarə edirsiniz. Və daha sonra düzgün daxil edilən ədədlərdən yalnız 5-dən böyük olanları seçib ekrana yazdırırsınız. Beşinci taskımızda isə istifadəçidən sözlər siyahısını alırsınız. Burada sizə rahat olsun deyə sözləri vergüllə bir-birindən ayırın. Yəni daxil olunan sözlər bir-birindən vergüllə ayrılsın və həmin sözlərdən palindrom olanları ekrana yazdırırsınız. Palindrom, yəni sağdan sola, soldan sağa da eyni oxunan sözlərə deyilir. Yəni ən sadə halda ana, ata tipli sözlər palindrom sözlər sayılır. Altıncı taskımızda isə istifadəçidən bir ədədlər siyahısı alırsınız və tək olan ədədlərin faktorialını hesablayıb alınan nəticədə ən böyük dəyəri ekrana çıxardırsınız. 7-ci taskımızda isə istifadəçidən ədədlər alırsınız və həmin ədədlərdən rəqəmlərinin cəmi 10-a bərabər olan ədədləri ekrana çıxarırsınız. Məsələn, 19, 28 ya da 55 tipli rəqəmlər, hansı ki rəqəmlərinin cəmi 10-a bərabərdir.